dənizə piyada basırıq uşaqlar, gördüyünüz kimi. Piyada dənizə gedirik, bəli. Bizim başımız qaçıb. Bu piyada gəzintisi bilməm part neçə olur. Bu dəfə Mingəçevirdə birinci buxta dənizə girəndə. Piyada gəzintisi bilməm neçə. İsti başımıza deyir. Düz Kürünqıranda Mingəçeviri tanıyanlardan. Kürünqıranın döngüsündən dənizə piyada qalxırıq, bəli. Niyə? Çünki özümüzə ələt etməyi sevən olanlar biz. Şimdi bir dənə də maşın yoxdur. Birinci fikirləşdik otostopla gedək. 30'dan sonra başım bırak dedim, maşın zaten keçmir. İndi isə piyada gedirik. Yorğunçuluqdan öldük bu dəqiqə. Çünki tər su axır. Amma yenə də biz dözümlü olanlar gedirik, bəli. Həqiqətən çox pisərləmişəm. Hətta qızarmışam. Amma yenə də biz yaxşı olanlar gedirik. Valla gördüyünüz kimi gedirik hal-hazırda. Hələ də satmamışıq. Hələ podium, nə qədər podium qalxacaq. Amma yenə də biz dözümlü kişiləyə gedirik, bəli. Buranın da belə bir gözəl mənzərəsi var. İstədim sizə bunu göstərim. Videonun bu hissəsində takip atıb bəyənməyi unutmayalım. Gördüyünüz kimi nəfəsimiz kəsilib. Dəmirlər ağ divardan sonrası demək olar dənizdir. Allah'a şükür axır ki çatdıq. Belə bir mənzərəsi var. İndi sizə dənizdən də videolar paylaşacağam. O isə dənizdir artıq. Dənizdən də videolar qoyacağam bura. Sonra uzak.